Duracağının sayısı 250 kvadrat santimetr, hündürlüğü 60 santimetr olan düz prizma formalı qabda 30% duz məhlulu var. Və bizdən soruşulur ki, həcmi 1 kub santimetr olan 30% duz məhlulunun kütləsi 1,2 qram olduğu məlumdursa, birinci qabdakı məhluldakı duzun miqdarı neçə qramdır? İlk öncə birinci qabın həcminə baxaq. Birinci qabın həcmi V bərabərdir. S oturacaq vurulsun H, yəni 250 vurulsun 60. Bu da eləyir 15.000 kub santimetr. Santimetrin kubu. Əgər 1 kub santimetr 30%, burada da məhlulumuz 30%dir. 1 kub santimetrə 1,2 qram düşürsə 15.000 kub santimetrə neçə qram düşər? Deməli 15.000-i vursaq 1,2-yə, deməli vergül aparsaq 15 vur 12 180, 2-dən də 0 18.000 qram, 18.000 qram da 18 kiloqram eləyər. Deməli birinci qabda 18 kiloqram məhlul var və bu məhlulun da 30% duz olduğu üçün 18-i 30-a vurub 100-ə bölsək 10,54, yəni 5,4 qram duz olar. Yəni birinci məhlulun tərkibində 5,4 qram duz var.